Bağışlayın, icazə verərdiniz mən keçeyim. Məndə bir dənə budur yer. Hə, buyurun. Sağ olun. Mənə baxın, sizin üzvünüzdən növbə biraz da uzandı. Necə? Növbənin belə uzanması məni qane eləmir. Axı əlində bir dənə məhsul idi. İndi hər əlində bir dənə şey olan bizim qabağımıza keçsə, onda gərək burada ömürlük dayanaq da. Yaxşı, keçin qabağıma. Mən olsa tələsmirəm. Belə olmaz. Mən də razı deyirəm. Sən niyə narazısan? Növbə uzandı. Bu da məni qane eləmir. Bir dənə şeyi kassaya vurmaq bir saniyəlik işdir, aydındır? Martin. Martin. Ay Martin, bu neçədir? Bilmirəm, Abdeldən soruş. Hardadır o? Mən nə bilim, çağır da səsli onu. Axı mikrofon işləmir. Gözlə qoy müştərini yola salın, mən eləyərəm. Bu da ali cənablığımızın qiyməti. Yaxşı, mən lap axıra keçirəm. Ürəyiniz yerinə gəldi. Müəllim, xanımın arxasındakı növbə bağlanıb. Abdel 16-cı kassaya tələb olunur. Abdel 16-cı kassaya yaxınlaşın. Yadımdan bir-iki şey çıxıb. Siz bir dənə bu arabaya nəzarət edə bilərsiniz, gəlirəm indi. Yenə nə oldu? Ay Allah, görürsən, harda qaldı bu? Təşəkkür edirəm. Ay xanım, siz nə edirsiniz orada? Gəlin hamı kimi növbədə durun. Gəlin keçin arxada növbəyə. Mən bunun qabağında dayanmışdım. Soruşun özündən. İndi sizin kimlərin üzündən növbə uzanmalıdır. Yoxsa mən ondan da xahiş edim ki, mənim yerimə dayansın. Üzr istəyirəm, olar mən növbədən kənar keçim. Əşi, siz lap cana yığdınız adamı. Hamilə qadınlara güzəşt edilir. Üzr istəyirəm, buyurun keçin. Ərzağı çəkdirib üstünə kod vurmaq yadınızdan çıxıb. Bir saniyə gəlirəm indi. Mən gözləyə bilmirəm. Görün nə qədər adam var. Növbəti. Alo. Hə, sənsən? Bu neynir? Axı, belə şey qadağandır. Hə, gələcəm. Adam gərək işini görsün, telefonla daha oynamasın. Bu nə hörmətsizlikdir, cəmaət edirsən? Yaxşı, sonra zəng edərəm. Ay, sağ ol.